Anasının bank kartından minlərlə manat pul oğurlayıb arvadına göndərən kişi saxlanıldı. Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsait naməlum şəraitdə oğurlanıb. Report xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən zərər çəkənin mobil tətbiqi və kartına kiber müdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərər çəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində zərər çəkənin oğlu talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.